Cəmi bir obrazdan yaddaşlarda qalan aktyorumuz var. Gəlin onu yada salaq. Sənin 5000 manatın cəhənnəmə, adadam qurban, ananam qurban, da mənim bir abbasım hara getmiyor. Onun bu filmə seçilməsinin çox maraqlı hekayəsi var. Hambal obrazını canlandırmaq üçün aktyor axtarırlarmış. Əliağa Ağayev onu tövsiyə edir və test üçün dəvət olunur. Ancaq kübar görkəmi və danışığına görə rolu ona vermirlər. Qrimlənib yenidən qayıdır və nə bacaracağını göstərir. Məhz bundan sonra rola qəbul edilir. Onun dediyi bəs mənim bir abbasım sözü hələ də dillərdədir. Əhməd Rumlu bu filmdə çəkilənə qədər isə gənc tamaşaçılar teatrında fəaliyyət göstərib, qəzəllər yazıb, dramaturq kimi çalışıb. O olmasın, bu olsundakı uğurundan sonra başqa bir neçə filmə dəvət alsa da, əvvəlki uğurunu təkrarlaya bilməyib. Bəs başqa hansı aktyorlarımız cəmi bir obrazla yaddaşlarda qalıb? Rəydə yazın.